Əhl-Sünnə qətliamına dair. Bəli, Sədrəddin Şirvani adlı Azərbaycanlı bir alim var. Əsəri Əhkam-ı Diniyə. Biz bunun da dəlillərini təqdim eləmişik. Skrinləri həmin videoda var. Əhkam-ı Diniyə əsəri həmçinin türk dilinə də dissertasiya şəklində tərcümə olunub. İstəyən internetdən tapıb bunu oxuya bilər. Şəhər-bə-şəhər, ad-ba-ad Sədrəddin Şirvani Şah İsmayıl tərəfindən öldürülən sünni alimlərin adlarını qeyd eləyir və haralı olduqlarını da qeyd edir. Bu haqda məlumat vermişik. Siz davam edə bilərsiniz yəni. Əvvəla iddiaları irəli sürəndə hər bir tarixçi müəyyən araşdırmalara əsaslanmalıdır və tarix elmi təkcə mənbələrdən ibarət deyil. Biz əgər burada sırf mənbələrdən çıxış edərək mövqe bildirməyə qalxsaq, bu qarşılıqlı olaraq bir-birini ittiham səviyyəsinə qədər gətirib çıxarda bilər. Bundan qaçınmaq üçün ən doğru yolun tarixçi məntiqindən ibarət olmasıdır və biz bu məntiqdən çıxış eləməyi hər zaman tövsiyə eləmişik. Çünki tarix elmi sırf mənbələrdən ibarət deyil. Bu tərəf, deyək ki, Şah İsmayıl və Səfəvilərə qarşı olan tərəfdən olan alimlər, yazarlar, tarix yazarları, mənbə yazarları, onların yazdığı təbii ki, mənfi tonda, mənfi obrazda göstərməyə çalışacaq. Səfəvi qaynaqlarda Səfəviləri, Şah İsmayılı müsbət tonda göstərməyə çalışacaq. Bunlarla bir yerə varmaq və yaxud da hər hansı elmi tarixi problemi həll etmək mümkün deyil. Bunlar bizə müəyyən material verir. Yəni, mənbələrin məlumatları analiz və təhlil üçün hər zaman açıqdır. Ancaq bunlar Quran ayəsi deyil. Qarşımda əyləşən tarixçinin düşüncə tərzi və yanaşması onunla ibarətdir ki, bu problemlərə. O elə zənn eləyir ki, onun düşüncəsinə görə tarixi mənbədə yazılıbsa, bu mütləq həqiqətdir, Quran ayəsi kimi qəbul olunmalıdır və bu artıq məsələnin sonu deməkdir. Yəni, bir tarixi problem barədə, deyək ki, bugün mən həyatdayam, sabah mən yoxam və yaxud Elnur mənim yoxdur. 10 ildən sonra onun barəsində hər hansı bir fikir söyləyən adam öz şəxsi mülahizəsinə əsasən və yaxud da əgər Elnur müəllimin əqidə, ideoloji bucağından əks qütbdən olan insandırsa, onun mənfi obrazını yaratmaya çalışacaq. Bu o demək deyil ki, Elnur müəllim mənfi obrazdadır. Bu o deməkdir ki, o insan o adamı mənfi obrazda görməyə çalışıb və subyektiv baxış bucağını ortaya qoyub. Xahiş edirəm, bu saxta hədis məsələsini təqdim eləsin, videoya salınsın o. Konkret olaraq, bəli. Harada oxuyubsa skrin eləsin, bəli. Yaxşı, yaxşı. Və mən xahiş edirəm ki, bu çəkiliş zamanı söylənilən, göstərilən müəyyən dəlilləri də, bəli, ekrana gətirilsin. Və həmçinin bildirir ki, qəbri yandırılanlar arasında Şeyx Bəyazid Bistami də olub, həmin müsahibədə qeyd edir, Şeyx Əbdülqadir Geylani də olub. Sual olunur, şəriət məsələlərində mövlanəlik, mövlalıq məqamı yoxdur. Yəni, bundan gedir söhbət. Əhl-i sünnə konkret fiqh məzhəbidir. Sufi təriqətlərinə aiddir bu məqam. Yəni, özünün sufi qızılbaş olan bir şahdan söhbət gedir və onun müridlərindən söhbət gedir. Övliyaların qəbrini yandırmağını maraqlıdır ki, bu tarixçimiz hansı əsasla iddialı və hansı səbəbə bağlayır? Yəni, məsələ bundan ibarətdir. Məsələn, Əbu Hənifənin qəbrindən danışdı. Əbu Hənifə 6-cı Şiə imamı Cəfər Sadiqin ən seçilmiş tələbələrindən biri olub və onun əqidəsinin təbliği ilə məşğul olduğuna görə zalim Abbasi hökmdarlarından olmazın işgəncə görür. Bunu siz bilirsiniz, bəyəm Şah İsmayıl bilmirdi. Bu boyda təriqətin rəhbəri olan şeyx bilmirdi. Nə səbəbə o gedib Əhl-i Beyt mənsubu olan imama görə zülm çəkmiş bir insanın qəbirdən çıxardıb sümüklərini yandırmalıydı ki, yəni əsas nədir, səbəb nədir? Əbu Hənifə nə edib ki, qızılbaşlıq onu düşmən elan eləsin? Qızılbaşlar təbii ki, öz əqidələrindən olmayanları siyasi müxalif kimi görürlər. Hər bir hökumət belədir. Elə bir tarixdə dövlət yoxdur ki, özünün siyasi müxaliflərinə başını gül səpsin. Bunu həmin siyasi müxaliflər təqibi kimi yox, qətliyam, kütləvi qırğın kimi qələmə vermək. Bu, tarixçi yanaşması deyil, yumuşaq desək. Yəni, heç kimsə deyə bilməz ki, məsələn, Qələndər Çələbi üsyanında Qələndər Çələbi də öldürüldü, yanındakı adamlar da. Bu o demək deyil ki, Sultan Süleyman qətliyam elədi. Yəni, bu məntiqlə biz yanaşırıq və görürük ki, Sədrəddin Şirvani dedikləri adam, Abdullah Şirvani və digərləri məhz Səfəvilər
Şirvanı aldıqdan sonra oradan Osmanlıya tərəf qaçmış, müxtəlif ərazilərə, Hindistana qədər gedənlər olub. Onlar qaçıb dağılışıb və öz kinlərini qusublar sadəcə. Bu o demək deyil ki, onların yazdığı Quran ayəsi Aydın, həqiqət əks etmir. aydın. Bu qədər. Ömür müəllim, Deməli, Əbu Hənifənin qəbrini niyə dağıtsın ki? Mən hardan bilim? Gedin o sualı Şah İsmailə verin. Tarixsiz Bunu- ölçüsüz araşdırmalıydınız da. Bir dəqiqə. bir dəqiqə, replik olmaz. Orada, o videoda, Siz o verirsiniz videoda sualı. Səfəvilərin 2 dənə alimi, həmin dövrün tanınmış şia alimləridir bunlar. Əsərlərin adı da verilib, müəlliflərin adı da verilib, səhifə nömrələri də göstərilib. Biz deyirik ki, bax, Səfəvi mənbələri, Səfəvi şia alimləri bunu yazırlar. Qadı Nuru Nurullah Tustari və digəri də Əl-Cəzairi. Əsərlərində göstərirlər bunu açıq şəkildə. Şah İsmailin, daha sonra da Şah Abbasın Əbu Hənifənin qəbrini necə dağıtdığı təfərrüatlı şəkildə orada göstərilir, izah olunur. Həmin məqam təsdiq olunur həmçinin Osmanlı mənbələrindən də. Biz nə deyirik? Deyirik ki, mənbələr bunu deyir. Səhv deyir, siz səhv dediyini sübut eləyərsiniz. Bakı qırğını haqqında Fütuhat-ı Şahi, yenə də Sədrəddin Hərəvi, Səfəviləri saray tarihi. Orada demisiniz, bəli, həmin mənbədən də stat gətirmişsiniz orada. İlnur müəllim çıxışında iddia edir ki, Həsən bəy Rumlunun əsər mütəvarix əsərində Bakı qalasının alınması epizodunda bir dəstəni qətlə yetirdilər cümləsi Bakı qırğınına işarədir. Sual belədir. Qalanın alınması zamanı döyüşə müqavimət göstərən tərəfin öldürülməsini necə Bakı əhalisinin qırğına uğradılması kimi qələmə vermək olar? Döyüşən düşmən tərəfə neynəməlidirlər? Yəni düşmən tərəf təbii ki, bir-birinə qarşı hansısa bu ya bu öləcək, ya o öləcəkdir. Bu savaş epizodudur. Ardınca oxuyursunuz ki, Şah İsmail əllərində Quranla gəlmiş 70 nəfər Şirvanşah saray əyanını bağışlayıb təqsirlərindən keçdi. O zaman sual olunur, hanı burada qırğın epizodu? Həmçinin Sədrəddin İbrahim Əmini Hərəvinin Fütuhat-ı Şahı əsərindən sitat gətirdiniz, bayaq da gətirdi və iddia edirsiniz ki, burada Bakı qırğınından, yəni Bakıda əhalinin qırğına məruz qoyulmasından söhbət gedir. Mənbədə açıq şəkildə keçən Kuh kəlməsi var, yəni dağ kəlməsi. Siz onu Bakı olaraq təqdim edirsiniz. Halbuki Bakı adı çəkilmir orada, həmin epizodda. Və üstəlik Qızılbaş ordusunda 1501-ci ildə, yəni ilk dövrlərdə top, tüfəng, odlu silah baxımından demək olar ki, istifadə olunmurdu. Yəni ola bilsin ki, nümunələri var idi, amma kütləvi şəkildə döyüşdə tətbiq olunmurdu. Amma əsərdə tüfəngçilərdən söhbət gedir, həmin gətirilən statda. Buradan da aydın olur ki, burada söhbət heç Bakı qırğınından, ümumiyyətlə Bakı döyüşündən getmir. Yəni bu iki epizod, element, məqam bizə onu söyləməyə əsas verir ki, Fütuhat Şahı əsərində Bakıda əhalinin qırğını barədə heç bir məlumat yoxdur. Varsa, xahiş eləyərdik bir daha oxusun onu. Və orada belə bir cümlə işlədir, fars dilində oxuyur. Bətər ki, mühasirəyi və müsadirəyi əhli Bakıya fərmandadır. Bakı əhalisi mühasirəsini və müsadirəsini dayandırdı. Bu cümləni bilərəkdən Bakı əhalisinin qətliamı kimi qələmə verir. Halbuki cümlədə mühasirə və müsadirə söhbət gedir. Burada hər hansı bir qırğın epizodu varmı? Mən şəxsən görmədim. Amma Elnur bəy həmin müsahibəsində bunu Bakı əhalisinin qətliamı kimi qələmə verməyə çalışır. Həmin əsərdə yazılmış o alçaq məzhəb ifadəsi var. O, Bakı əhalisinin Şafii məzhəbindən olması ilə əlaqələndirirdi Elnur bəy bunu və Bakuvinin qeydlərinə əsaslanır. Halbuki söhbət o Şafii məzhəbindən gedibsə, Hərəvi bunu açıq şəkildə yaza bilər ki, Şafiilərdir. Yəni, ayrıca Əbdi bəy Şirazinin əsərində biz Şirvanşahın Yezidi məzhəbindən olduğunu açıq-aydın görürük. Və Hərəvinin əsərində də şahın alçaq məzhəb hesab etdiyi məhz həmin məzhəbdir. Yezidi haqq xəlifə sayan məzhəbdir. Mən istəyərdim həmin epizodu Əbdi bəy Şirazinin əsərindən, Təkmilətül Əxbər əsərindən sadəcə oxuyum. Demək, mənbədən oxuyuram, bizim dildə oxucularımız üçün, yəni bilinsin. Gülüstan qalasının yuxarısındakı Cəbani məntəqəsində 12.000 Rüstəm ürəkli, Bəhmən biləkli, İsfəndiyar qüvvəli qazi və sufi düşərgə saldı. Qərarı aldılar ki, Yezid ibn Cəvnin nəslindən olduğuna görə Muaviyyənin oğlu Yezidə iqtida edib, Hüseyni Sultan Heydərə qəsd etmiş,
dövlətin gözəl xoşbəxtliyini əldən verib şükümsüzlük bədbəxtliyinə düçar olmuş yaramaz Fərrux Yasarın 20 minlik atlı və piyada qoşunu Kərbəla yezidiləri ilə qarşı-qarşıya durub müharibəyə başlasınlar. Sonra Şirovlayan Heydər Məssəb qazilər Zülfüqar kimi kəsici qılıncla Şirvanın Sasani nəsilli yezidilərinin üstünə düşdülər. Xahiş edirəm burada ifadələrə diqqət yetirin. Yezidilər, Muaviyə oğlu Yezidə iqtida edən və bir də Sasani nəslindən olan bu yezidilərin üstünə düşdülər deyir. Və deyir ki, Fərrux Yasar ölkənin alçaq əyanları ilə iti qılıncın zərbəsinə məruz qaldı. Bu ifadədən aydın olur ki, Şah İsmailin alçaq məzhəb olaraq gördüyü, Yezidi haqq xəlifə hesab edən, Əməviyyə zehniyyətinin qulu olan, konkret ərəb militarizmini İslama calaq edən və İslamdan sui-istifadə etməklə ərəb talançılığına tarixdə böyük bir talançılıq dönəmi var və buna haqq qazandıran tərəf təbii ki, Şah İsmailin əqidəsinə görə, onun təriqətinin ideoloji əsaslarına görə düşmən mövqedir. Və mənim düşüncəmə görə də Əhl-i-Sünnə məzhəbindən olanlar da, Əhl-i-Şiə məzhəbindən olan müsəlmanlar da həm Kərbəlada İmam Hüseynin haqq yolunda olduğunu bildirirlər və onlar Müaviyə oğlu Yezidin törətdiyini qətliam kimi qiymətləndirirlər. Bunu onun cinayəti hesab edirlər. Heç kim onlardan bu hər iki tərəfdən Yezidə haqq qazandırmır. Yezidə haqq qazandıran tərəf təbii ki, onların gözündə Yezidilər məzhəbindən adlanır. Sizin vaxtınız. Siz davam edirsiniz. Bəli. Əvvəla mən istəyərdim ki, biz burada mövzudan yayınmayaq. Kərbəla məsələsinin bura bir dəxli yoxdur. Kərbəla məsələsinin bura bir aidiyyəti yoxdur. Mənbədə biz açıq şəkildə, həmin baxın mənbədir, Sədrəddin Hərəvinin Fütuhat-ı Şahi adlı əsəri. Burada da açıq aydın, siz özünüz də dediniz ki, tərki, mühasirə və müsadirəyə, əhli, Bakuyə, fərmandat. Bundan əvvəlki həmin videoda həmin qismləri qoymuşuq ki, ah naləsi Bakı əhlinin, ah naləsi Şahın qulağına getdi və həmin İskəndər şanlı Şah onlara mərhəmət elədi. Bakı əhlindən gedir. Əhli Bakuyə deyir. Demir ki, qırdı. Başlarını tumarlamışdı, yaxşı. Yaxşı. Bu belə. Sonra icazənizlə Yezidi deyəndə kim qəsd olunur? Bu Yezidiliyin biz nə olduğunu bilirik. Yezidilər Tovuz quşuna sitayiş eləyən bir məzhəbdir. İraqda bugün də varlar, Sincan şəhər və ətrafında. Şirvanda və Tovuz quşuna sitayiş edirdilər. Aydın məsələdir ki, bunlar Yezidi deyəndə kimdən də nasibi deyirlər, Yezidi deyirlər, kim nəzərdə, sünniləri nəzərdə tuturlar. Necə ki, 2020-ci ildə Qarabağ, 2-ci Qarabağ müharibəsindən əvvəl Türk qarnizonu Gəncədə gəlib dislokasiya olunanda biz Facebookda nə paylaşımları görmüşdük? Yezidin ordusu Gəncədədir. Bunu hamı xatırlayır. Yezidi deyəndə sünnilər nəzərdə tutulur, Şirvan sünniləri. Şirvanda Yezidi məzhəbinə mənsub olan hansı mənbədə var ki, Yezidilər vardı Şirvanda? İqtidar, söhbət iqtidardan gedir, xalqdan getmir. Xalqdan getmir. Şirvanşahlar Tovuz quşuna sitayiş edirlər. Axı mənbələrdə yazılan niyə demirsiniz ki, Şamaxıya daxil olduqda Şah İsmayılı, Gənc İsmayılı, Şamaxının seyidləri qurbanına kəsdilər, onun pişvazına çıxdılar. Burada hardadır qətl epizodu? Qətliam, qırğın epizodu yoxdur. Söhbət Şirvan elitasından gedir. Əyanlarından gedir. İqtidar sülaləsinin məhz o dediyimiz Müaviyə oğlu Yezidə iqtida etməsindən üstə gəldə Sasani nəslinin olmasından Yezidi deyəmən, Muaviyənin oğlu Yezidə aid bir məsəl varmı Ceyhun bəy? Yezidə aid məzhəb yoxdur. Nədir bəs? Söhbət ondan gedir ki, bunlar Əhl-i Sünnə vəl cəmaətin adından sui-istifadə edirlər, amma özləri İmam Hüseynin və Əhl-i Beytə qarşı qətliam törətmiş Muaviyə İbn Yezidi Həzrət, Əmir-əl-Möminin kimi dürlü epitetlərlə bəzəyirlər və onun haqq xəlifə olduğuna buna görə adam öldürmək lazımdır. Bu əqidə savaşıdır bu. Bəs o qarşı tərəf öldürməyi nə dərəcədə düzdür? Eyni dərəcədə şeylə Sultan Səlim 40 mindən 70 minə qədər Osmanlı mənbələri yazır. Deyərsiniz. Sizə vaxt Anadoluda Ələvini qırıb, Türkməni qırıb. Sizə xahiş edirəm. Və bunu da Osmanlı mənbələri yazır, təmizləməkdir. Sizin reqlam et vaxtınızda o dediyiniz, istədiyiniz faktları deyərsiniz. Davam edeyim, mən vaxtı saxlamışdım, davam edin. Heç nə, yəni dedi, müəllim, mən də onun dediyimdə cavab verdim.
İcazə Başqa olaraq o Ceyhun müəllimin digər Yox, müəllim- dediklərindən bağlı nəsə varsa, onda mən digər arqumentləri olarmı səsləndirim? Sünniləri qırması ilə Arqumentləri bağlı. səsləndirsin, mən cavabını verdim. Əvvəla Şah İsmailin sünnilərə düşmən olması iddiasına əks arqumentlər hansılardır? Hansılar ki, bunlar tarix elmində çoxdan məlumdur və bunları biz indi sadəcə xatırlatma etmək zorundayıq. Çünki bizə qədər bunlar yazılıb artıq. Oqtay Əfəndiyevdən belə Səfəvişünas alimlərimiz və tarixçilərimiz bu məsələlərə öz əsərlərində toxunublar. Məsələn, birinci növbədə əks argument odur ki, Mahmudabadda qışladığı zaman, yəni Zəkəriyyə Köçəçi adında Ağqoyunlu vəziri, hansı ki Sünni məzhəbindəndir, baş vəzir elan oldu Şah İsmail tərəfindən yeni qurulan dövlətə və ona fəxrli bir ad verilir, Azərbaycanın kilidi. Sünni düşməni hər halda Əhl-i Sünnə məzhəbindən olan birisini baş vəzir təyin edib ona Azərbaycanın kilidi adını verməzdi. Bu birinci əks argument. İkinci, Sünni Teymurilərlə gözəl ünsiyyəti olub Şah İsmailin və Səfəvilərin, hətta Babura da sonraki dövrlərdə gördüyümüz kimi dəstək verdi Böyük Moğol dövlətinin qurulmasında. Halbuki bilirik ki, onlar Əhl-i Sünnə məzhəbindən idilər. Daha sonra Herat valisi Hüseyn Bəlqara Sünni idi və onunla dostluğu vardı Şah İsmailin. Uzun müddət məktublaşmaları olub, bir-birlərinə hədiyyələr göndəriblər. Daha sonra Sünni düşməni isə Şah İsmail necə olur ki, Şirvanşahın qızı Münəvvər xanımı alır və necə olur ki, öz qızını Sünni Şirvanşahın oğluna Pəri Sultanı ərə verir. Bu, bir Sünni düşməninə uyğun olan bir hərəkətdir. Sünni düşmənin belə bir şey edərmi? Yəni, görünməmiş bir şey. Yəni, bir tərəfi, digər tərəfi düşmən sayırsa, onun nə qızını almaz, nə də ona qız verməz. Bu, yəni, indiki dönəmdə hələ belədirsə, 500 il əvvəl necə olduğunu təsəvvür edə bilər tamaşaçılarımız. Daha sonra Şah İsmailin sarayında, Həşbeyi sarayında Kəmaləddin Behzad, Həbibi, Məlik-i Şüara, Süruri, Xəttat Mahmud Nişapuri və bu kimi onlarla sünni incəsənət xadimləri, mütəfəkkirlər, şairlər və digər tanınmış şəxslər olub. Təbii ki, Şah İsmail sünni düşməni olsaydı, bu adamlar onun sarayında yaşayıb yaratmazdılar və onunla birbaşa təmaslarda olmazdılar. Ayrıca Şah İsmail bildiyimiz kimi Sünni Osmanlı Sultanının qardaşı 3-cü Bəyazidə sığınacaq da verib öz sarayında və Bəyazid uzun bir müddət onun sarayında yaşayıb, onun himayəsində olub. Təbii ki, Sünnilərə qarşı patoloji nifrət görüntüsü yaradan heç bir adam bunu bir məntiqlə izah edə bilməz. Və nə səbəbə 3-cü Bəyazid gəlib ona sığınmalı idi? Yəni, başqa bir vilayətə gedə bilərdi. Məhz Sünniyə düşmən olan, əgər düşmən olubsa, bir adamın qapısına gedib onun himayəsinə sığınmağın adı nədir? Yəni, məntiqi nədir? Daha sonra, məsələdə digər arqumentlər də var ki, bu daha çox Sünni və Şiə fikrinə əsaslanan məsələlərdir. Mən istəmirəm bu məsələlərə dərindən toxunaq. Mən qısaca olaraq deyirəm, Üsul-i-Dində Sünni və Şiə məzhəbləri arasında demək olar ki, heç bir fərq yoxdur. Yəni, istəyir tövhid, istəyir ədil, hansı ki, Şiələrdə, belə deyək, Əhl-i Şiədə ayrıca bir maddə olaraq keçir. Halbuki, Allahın isimlərindən biri olaraq qeyd olunur Sünni məzhəbində. Nübüvvət, məad, sadəcə imamət məsələsi var. İmaməti də kimsə iddia edə bilməz ki, Əhl-i Sünnədə yoxdur, o da var. Sadəcə fərq bunda ki, Əhl-i Şiə imaməti ilahi təyinatla hesab edir, Əhl-i Sünnə icmanın rəy əsasında seçilmiş hesab edir. Yəni, Üsul-i-Dinə əsasən bunların heç bir... Yox, məsələ nədən ibarətdir? Əgər Üsul-i-Dində bunların hər hansı bir Üsul-i-Dində bunların hər hansı bir fərqi yoxdursa, məxsusi olaraq Şah İsmailin Sünnilərə qarşı aqressiya törətməyə nə ehtiyac var idi? Və sonuncu əsas arqument, Azərbaycan coğrafiyası və Səfəvilər coğrafiyasının dörd bir tərəfi Sünnilərin kompakt yaşadığı ərazilərdir. Şah İsmailin fəth etdiyi Bəlx vilayətindən tutmuş Pakistan, Əfqanistan, İranın Sünnilərin kompakt yaşadığı ərazilər, bu ərazilərdə bu günə qədər Sünnilər kompakt şəkildə yaşamağa davam edir. Eləcə də, məsələn, bildirir ki, bəlkə Nur mənim ki, Şah İsmail məsələn şimal bölgəsinə ayağı dəyməmişdi, ona görə də Sünnilər var. Yaxşı, Tiflisi bəlkədir. Və maraqlı olan nədir məqam? Maraqlı olan məqam budur. Şah İsmail Tiflisə yürüşləri zamanı bu gün əhalisinin mütləq əksəriyyəti Sünnilər olan Qazax Borçalı bölgəsindən keçib gedib dəfələrlə. Nəcə buranın əhalisi şiələşməyib? Yəni, bu kimi Şəkidə ova çıxıb bu adam. Hətta ölümündən az əvvəl Şəkidə ov məclisi olub, ziyafətlər verilib, Şəki hakimi onu qarşılayıb. Və həmin bu ziyafətlər bir Sünni düşməninin gedə biləcəyi yerdir ora. Şəki əhalisinin böyük bir qismi bilir ki, Əhl-i Sünnə məzhəbinə bu gündə.
Sadəcə Şəkinin bir məhəlləsi mən bildiyim qədərilə Şiədir. Yəni bu məzhəb məsələlərini mən o baxımdan üstündən keçməyə çalışıram ki, bizim mövzumuz bu deyil. Sadəcə iddia var ki, Şah sünnilərə düşmən olub və onları qırıb. Məsələ bundan ibarətdir. Və daha bir mənbədə Təbrizdə güya sünniləri qırmasından danışılır ki, burada da Ağqoyunlu əyanlarının öldürülməsini biz deməliyik. Yəni söhbət Ağqoyunlu əyanlarının öldürülməsini sünni qətliamı kimi qələmə vermək diletantlıqdır. Bunu demək istəyirəm. Bəli. Köçəçinin sünni olduğu haqqında müəllim iddia elədi. Köçəçinin Şiə məzhəbinə keçmədiyini siz dəqiq bilirsiniz, sübut eləyə bilirsiniz bunu. Mənbələrdə bu haqda bir şey yazılmayıb. Mən oxumamışam. Yazılmayıbsa niyə iddia edirsiniz? Madəm Yəni Şiə məzhəbinə keçməyi barədə heç keçmədiyi haqqında iddia varmı? Bəlkə təqiyyə eləyib elə əvvəlcədən də Şiə olub, sonradan gəlib sünni olub. Ola bilər elə bir şey. Sarayında olub. Nə olsun ki, təqiyyə eləyib, təqiyyə madəm elədir, mən də deyirəm ki, təqiyyə eləyib, adam Şiə olub sadəcə olaraq, siz onu sünni kimi təqdim edirsiniz. Bu bir. Bu sizin şəxsi ehtimalınız. O bir də sizin ehtimalınızdır. Deməli, madəm deyirsiniz ki, bu sünni Teymurilərlə və s. bir dövlətin başqa sünni dövlətlə, Şiə dövlətlə münasibətinin olması, siyasi diplomatik əlaqəsi olması bu tamamilə normal bir şeydir. Lakin niyə görə qızını ona verdi? Niyə görə ondan qızını aldı? İndi ortaya bir sual çıxır. Niyə görə Əli ibn Əbu Talib Şiələrin təqdim elədiyi kimi də, yəni haqqı alınmışdı, məzlum vəziyyətdə idi, nə bilim Suriyə Əbu Bəkri yanına aparmışlar, madəm ilahiyyat, tarix deyəsən ilahiyyat da deyil. Niyə görə Əli ibn Əbu Talib öz qızı Ümmü Gülsümü Ömərə ərə verdi? Siz bu sualı iddia edirsiniz. İddia eləmirəm, sübut eləyirəm. Nə ilə sübut edirsiniz? Şiə mənbələri ilə, hədislərlə. Şiə mənbəyi hansıdır? Bütün Şiə mənbələri. Məsələn. Görə bilərsiniz. Məsələn, Üsul-i Kafidə var. Üsul-i Kafidə yazılıb ki, Həzrət Əli öz qızını Bəli. Ömərə ərə verdi. Ömərin neçə yaşı var idi onda? Kimin? Ömərin, Xəlifə Ömərin. Xəlifə Ömərin bir xeyli yaşı var idi. Bir xeyli yaşı var idi və başına at təpmişdi Həzrət Əlinin üzr istəyən ifadəmə görə ki, özünün az yaşlı qızını götürüb qoca kişiyə ərə verə. Yəni adam mı qalmamış səhabələr arasında? O yazan mənbələrə deyərsiniz. Yox, mən məntiq yükünü araşdırıram. Yox, məntiqi qoydu qırağa. Məntiq nə deyir? Mən mənbə müəllifini qəbirdən çıxardıb ona bu sualı vermək imkanım yoxdur. Mən məntiqimi işə salaraq bu suala cavab tapmalıyam. Düz yazıb yoxsa səhv yazıb? Yaxşı, onda gəlin belə deyim də mən də sizə. Həzrəti Fatimə madəm məntiqdən danışırıq, Həzrəti Fatimə 18 yaşında dünyasını dəyişib. 18 yaşına qədər 6 uşaq dünyaya gətirə bilib. Eyni şeyi peyğəmbər haqqında deyə bilərik. Niyə görə 10 yaşında qızını götürüb Həzrət Əliyə ərə vermişdi? O zaman mən sizin sualınıza cavab olaraq bildirmək istəyirəm. Ömərdən həmin Həzrət Əlinin hansı uşağı var? Zeyd adlı bir oğlu. Harda yazılıb? Mənbələrdə. Niyə indi mənbələrdə? Bax, mən bir dənə bir məsələni qeyd eləmək istəyirəm. Yox, Bizim müzakirəmiz Həzrət Təqib- Əli, Həzrət Ömər deyil. Yox, yerdə qız verib, Yox, məsəl məsələsidirsə deyir, biz verib almamaq. Bunu sizin xəbəriniz olmaya bilər, Ceyhun müəllim. Sizin xəbəriniz olmaya bilər. Bu Şiə mənbələrində təsdiq olunur. Nur müəllim. Davam elə. Dəlil qoyulacaq video. Dəlil qoyulacaq. Sonra Səfəvilər sarayında, məntiqdən danışır, gəlin məntiqdən danışaq. Məntiqlə yanaşaq məsələlərə. Sizin dediyiniz kimi. Səfəvilər sarayında sünni nəqqaşların, sünni rəssamların, sünni elm adamların necə ola bilir deyə sual çıxır. Eyni sualı mən verirəm. Abbasili sarayında, Əməvi sarayında, Osmanlı sarayında xristian və yəhudi həkimlər və alimlər necə ola bilir? Darül Hikmədə yarıdan çoxu xristianlar və yəhudilər idi alimlər. Bu necə ola bilir ki, doğrudan da bunlar düşmən idilər. Yəhudilərlə xristianlar, müsəlmanlar özlərində düşmən sayırlarsa, məntiqlə onların alimlərini də öz saraylarına və elm yuvalarına buraxmamalı idilər. Amma buraxıblar. Sizcə niyə görə Babək o zaman əsr alınanda dedi, mən bu yəhudiləri ucuzsatdım? Bunu reklam pis. Özür dilərim. Yox, məntiqlə demirsiniz. Mən də sizə məntiqlə yanaşıram. Mənbəni qoydu qırağa. Sonra necə oldu ki, Şəhzadə Bəyazid başqa bir ölkəyə sığınmadı? Getdi Səfəvilər sığındı, halbuki Osmanlılarla Səfəvilər düşmən idi. Eyni gəlin məntiqlə. Cem Sultan hadisəsi var Osmanlı tarixində. Cem Sultan, Sultan 1-ci Bəyazidin doğma qardaşıdır. Fatih Sultan Mehmedin oğlu da hər ikisi də. Bu hara qaçır, sığınır? Vatikana. Necə olur bu? Öz atasının dövləti ilə düşmən olan dövlətə necə sığına bilir? Bax, həmin məntiqlə də o məsələdə yanaşa bilərsiniz. Bundan başqa, sual verirsiniz ki, daha doğrusu iddia edirsiniz ki, Yavuz Sultan Səlim 40 mindən çox ələvini qılıcdan keçirib. Nəyə əsaslanır Ceyhun müəllim? Məhəmməd Solaqzadə təvarix əsəri. Xahiş edirəm, o dəlili
o dəlildir. Bax dediyiniz kimi. Bəli. Mən əminəm ha, bu adım kimi əminəm ki, Osmanlı qaynaqlarında belə bir şey yoxdur. Xahiş edirəm, Bir neçə Osmanlı bunu tələb qaynağı eləyin. yazılır. Müəllim Solaqzadədən 40 min Ələvinin öldürüldüyünə dair dəlilsə Tək təqdim oradan edin. yox, digər Osmanlı mənbələrindən də göstərə bilərik. Göstərin. Daha sonra- Madəm, Yox, bir də üzr istəyirəm. Səfəvi mənbələrində qeyd olunur o Bəli, məsələ. bəli, o da qeyd olunur. Osmanlıda da qeyd Bəli, olunur. bəli, qeyd olunur. Yavuz Sultan Səlimin dövründə, bax Yavuz Sultan Səlimdən söhbət getdi. Yavuz Sultan Səlim. Dəlil, bir dənə dəlil tapa bilməzsiniz. Yavuz Sultan Səlimin Ələviləri kütləvi şəkildə qətliama uğratdığına dair. Amma Qanuni Sultan Süleymanın İdris dövründə Bitlisini üsyanlar oxumusunuz. yatırılıb və üsyanlar yatırılarkən də bəli, üsyançılar öldürülüblər. Amma bu məzhəbə xas bir şey deyildi. Yəni məzhəb niyə görə? Bax, gəlin yenə də Üsyan vaxtı öldürülə müəllim bilər. məntiq deyir, Üsyan müəllim vaxtı məntiq öldürülə deyir, bilər, məntiqlə yanaşar. İraq, Livan hər ikisi şiələrin əksəriyyət təşkil elədiyi dövlətlərdir. Nə qədər qalıb Osmanlı dövlətinin idarəsi altında? Mən sizə deyim, 1534-cü ildə İraq keçib Osmanlıların idarəsinə, Süleymandan. 1514-cü ildə də, 13-14-cü ildə də Livan. 400 il, 4 əsr Osmanlı idarəsində qalıb. Bugün də Livan şiədir, bugün də İraq şiədir, bugün də həmin abidələri, qəbirləri, müqəddəs ziyarətgahları, müqəddəs hesab elədiyi ziyarətgahlar orada durur. Osmanlılar onların bir daşına da toxunmayıb. Madəm Osmanlı belə şiə və Ələvi düşməni idisə, elə birinci İraq və Livandan başlayardı, birini də sağ qoymazdı. Nuseyri Ələviləri də həmçinin İraq şiə dövləti ilə Haqlısınız. Sünnilər də var, Elnur şiələr də müəllim, var. siz haqlısınız. Amma Amma İraq şiə dövləti deyil. yenə Yanlış məlumat. moderatorluq hüququndan biraz kənara çıxıb Elnur müəllim, siz haqlısınız. Amma biraz moderatorluq hüququndan kənara çıxıb deyə bilərəm ki, eyni məntiqi bizim Şirvana və Bəlucistana da tətbiq etmək olar və Borçalıda orada da sünnilər kompaktdır və ziyarətgahlar da yerindədir. Yəni Səfəvilər dövründür. Amma Osmanlılar dəyməyib, düzdür. Yəni o tolerantlıq nümayiş etdiriblər, amma eyni məntiqlə yanaşsaq Bəlucistan əhalisində əksəriyyəti sünnidir, Şirvan əhalisində əksəriyyəti sünnidir. Nəysə, davam edək. Məsələnin kökü bir də nədən ibarətdir? Şah İsmayılı sünni düşməni kimi göstərən tərəflər izah elə bilmir ki, o özünün hansı əsərində özünü konkret şiə adlandırır. Bu bir. İkinci tərəfi, necə olur ki, Allahiləri qırıb bu adam? Necə olur ki, Mazandaranda radikal şiələrin üsyanını yatızır və kütləvi şəkildə qırıb onları? Belə sünni düşməni olur. Və yaxud da yanına gələn şiə üsyançılar var, Osmanlıdan qaçıb gələnlər, onları öldürtdürüb hamısını. Yəni belə aşırı radikal şiə kimi təqdim olunan Şah İsmayılı İtaət eləməyən şiələri bəli, ona itaət hökmranlığını qəbul niyə edən onun elə itaətinə öldürüb, gəlmişdilər bəli. də. Onlar məhz onun itaətinə gəlmişdilər. Nurəli xəlifə özünü Şah İsmayılın xəlifəsi sayırdı və digərləri də həmçinin. Məsələnin kökü bundan ibarətdir ki, Şah İsmayıl əgər məzhəb təəssübkeşi olsaydı, onları öldürməməli idi. Mazandaranda şiələri qırmamalı idi. Allahları kütləvi şəkildə qırmamalı idi. Burada məntiq yoxdur. Var məntiq necə yoxdur? Məntiq Bu onun göstəricisi ki, Fakt var, məzhəb vermədim üstü, buna. bəli, bunlar məzhəb üstü düşüncənin təzahürüdür. Ona qalsaydı, Yəni- Yavuz Sultan Səlim də və Osmanlılar da qəti sünni pərəst mövqe tutsaydılar, gedib Misri işğal eləməməli idilər. Amma onlar sünnidir, bizim onlarla nə işimiz var? Elə məsələ də ondadır ki, bunların məsələsində Deməli, məzhəb itaət eləmir. təəssübkeşliyi aramağın yeri yoxdur. Filankəs sünniləri qırdı deyən kimi, qarşı tərəfdə filankəs şiələri qırdı deyə bilər və bu mübahisə tükənməz heç vaxt. Ancaq məsələnin kökü regional, siyasi, iqtisadi hegemoniyanı ələ keçirmək, İpək yoluna nəzarəti ələ keçirmək, bunun uğrunda baş verən döyüşlərdə məzhəb ehkamları, fətvalar hamısı bəhanədir. Bu məsələni sadəcə bu nöqteyi nəzərdən bir tarixçi ortaya qoymalıdır. Yoxsa hansısa bir məzhəbin təəssübkeşliyi ilə çıxış edənin təbii ki, burada qarşısına əks arqument qoyula bilər də.